Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Kul ya ibadillazina asrafu ala anfusihim la taqnatu min rahmatillah. İnnallaha yaghfiru zunuba cemiyan innehu huvel gafurur rahim. Sadakallahul aliyyul azim. Rahman ve Rahim olan Allah Teala'nın adıyla. Dünyada hamıya rəhmeden Allah, cemaat, ahiret günü yalnız tövbe edip namaz kılana rəhmeden Allah'ın adıyla. Merhametlidir, bağışlayandır, mehribandır, çok ruzi ihsan edip yorulmadan öz bendelerine çattırandır. Kul ya ibadillezine asrafu ala anfusihim la taqnatu min rahmetillah. De benim kullarıma, de benim günahla haddi aşan bendelerime, demir müminlere, deyir hamısına. Benim bu sözümü de, ne sözdür ilahi? Buyurur, la taqnatu min rahmetullah. Ben Allah'tan ümidini üzmesinler. O bendeler ki haddi aşıp büyük günahlar edibler. Özüne zulüm edibler. İnnallah yaghfir zunuba cemiyan innehuvel gafurur rahim. Şüphesiz Allah bütün günahları bağışlayır. O hakikaten bağışlayan ve rahimlidir. وَاَنِيبُ اِلَى رَبِّكُمْ وَاَسْلِمُ اللّٰهِ مِنْ قَبْلِ اَنْ يَتِيَكُمُ الْعَذَابِ ثُمَّ لَا تُنْصَرُونَ Azap gelmemişten önce Rabbinize deyin üst tutun bendeler. Ona itaat edin, tövbe edin. Peşmançılığınızı itiraf edin. Sonra size hiçbir kömek olunmaz. Allah eləməsin. Birden acel yetişer, azap giriftarına düşersen, dünya problemleri, ondan sonra deyir size hiçbir kömek olunmaz. وَاتَّبِيُوا أَحْسَنَ مَا أُنْزِلَ إِلَيْكُمْ مِنْ رَبِّكُمْ مِنْ قَبْلِ أَنْ يَتِيَكُمُ الْعَذَابُ بَغْتَةً وَأَنْتُمْ لَا تَشْعُرُونَ Azap size gelmemişten önce. Qaydın Allah'a, onun Kur'an'ına, peygamberlerine nazil olunanlara tabi olun. En güzel şekilde. En güzel şekilde. Bak bu ayet Kur'an-ı Kerim'in Zümer suresindendir. 53. ayeti, 54-55. ayeti siz azizlere çattırdım. Azizler, siz eşitmişsiniz. Bizim dinimizde bölümler, büyük günahlar ve küçük günahlar. Kur'an-ı Kerim'in Nisa suresinin 31. ayeti, değerli azizler, Nisa suresinin 31. ayetinde Allah Teala bize buyurur ki siz büyük günahlar ki var, qadağa olunub Allah taraftan. Ona əməl etsiz, günah eləməsiz. İn təctənibu kabairə ma tunhavna anhu nukaffir ankum sayatikum. Əgər qadağan haram olan günahlar var ki siz onu eləməməlisiniz, ondan çəkinsiniz, o büyük günahlardan biz sizin təqsirinizdən keçəcəyik. Ankum sayatikum ve nudkhilkum mudkhalan karima. Sizi büyük bir cennete dahil edeceğim. Şerefli bir keçide, şerefli bir yere sizi dahil edeceğim. Bu ayet bize bildirdi ki Allah Teala buyurur, büyük günah eləməsiniz, sizin küçük günahlarınızı bağışlayarak. Aziz cemaatimiz,
İslam dininde günahlar sayıblar. Büyük günah ve küçük günah. Küçük günah çoxaldıkça olur büyük günah. Yani birini küçük bilirsen, onu edirsen. İsrarla ki devam edirsen, o olur büyük günah. Mesela bir namahreme gözle bakmak, davamlı olarak, küçük de olsa, size kurban, o keçir olur büyük günah. Mesela bir yalanı adı bilirsen, onun adı bilip çok yalanlar danışırsan, küçük yalan dahi. Onlar olur büyük günah. Necə? Bundan inşallah ümidvaram sözümü təhvil verə bilərəm. Evdə sap var, sap. Köynək, paltar tikilən sap. O özü-özündə kiçik və nazikdir, tez qırılır. Ancaq bir neçəsi bir yerə yığışsa, o kəndir olur, sap hökmündən çıxır. Onu qırmaq olmur, düzdür, olur kəndir. Günahlar da belədir sizə qurban. Onu balaca bilirik, zayıf bilirik, edirik, onlar olur böyük bir günah. Allah buyurur Kur'an'da, siz büyük günah eləməsiniz, kiçiklərinizi bağışlayarım. Büyük günah da Allah Teala'nın peygamberi ve Peygamber Aleyhisselam'ın hak canişinleri, imamlarımız bize buyururlar, büyük günah nedir, küçük günah nedir? Hesaplanıp takriben 7, 14, 40, 70'e kadar büyük günah var. Evvelimizi büyük günah cemaat. Birinci büyük günah Allah'a şərik koşmak. Bir insan dünyada desə Allah yoxdur, bütə, oda, sitayiş eləsə və s. Belə ölsə, əbədi cəhənnəmdir. Yəni nə qədər Allah var, biz də varıq. Biz ölməzik, biz dünyamızı dəyişirik. Ahirət ki bir həyatdır, bu cür ölənə əbədi rahatlıq, cənnətin neyməti olmayacaq. Çünki Allah Nisa surəsinin 48-ci ayəsində buyurub, əgər bu cür ölən olsa kafir kimi, Allahsız geçsə dünyadan, o heç vaxt cənnət neymətlərini dadmaz. Onun yeri o da olacaq. Keçirəm, ikinci böyük günah cemaat. Bilirsiniz nədir? Namid olmaq. Namid nədir? Allah məni də bağışlamaz. Bax, bu Allah məni bağışlamaz, namid olmaq böyük günahdır. İkinci böyük günahdır. Yəni şirkdən sonra. Üçüncü büyük günah, günah edirsən, mesela şərab haramdır. Kulaq az, tərəzdə allatmaq haramdır, geybət haramdır, ağ valideyn haramdır, zülm etmək haramdır, Allah'ın oğurluq etmək haramdır və s. Zina və s. Siz, insan bunu edir, arxayındır ki Allah mənə cəza verməz. Bu özü böyük günahdır, üçüncü. Və dördüncü böyük günah valideynlərə neynəmək? İncitmək. Və bu minvallı günahlar sonra gəlir adam öldürmək, namaz qılmamaq, zəkat verməmək, yalan danışmaq, geybət, oğurluq, tərəzdə allatmaq, yalandan şahidlik etmək, yalan danışmaq və bu minvallı günahlar gəlib haçan 70'e kadar çatır. İstəyirəm hansını desiniz, o barədə biraz danışım. Ancaq mən istəyirəm siz əzizlərə bugün o günah ki ikincidir. Yəni Allahın rəhmətindən, onun bəndəsinin bağışlamasından namid olmaqdır. Mən görmüşəm, mən yaşda kişilər, bizdən böyük olur görürsən, bəzən deyir ki, bala, da bundan sonra məni Allah bağışlamaz. Axı mən bayağı aya oxudum. Allah dedi, qullarıma deyib, günahla hədd yaşlar bəndələrimə. Mən bağışlayaram, gəlsələr, tövbə etsələr. Demək, bu günahın mahiyyəti nədir? Bağışlamasından namid olmaq. Yəni, insanın düşüncəsində bu olur, sizə qurban. Mənim günahım çoxdur, Allah məni bağışlamaz. Xahiş edirəm, elə sizlərə danışıram, eşidilməlidir. Artıq mənim üçün tövbə də faydasızdır. Elə fikirdə olur da belə insanlar. Allah məni qəbul etməz daha. Elə ki, bu düşüncə ilə yaşayan insan, Allah Taala'nın sonsuz rəhmətini
kiçildir. Allah bağışlayandır, rahmeti çokdur. O Allah'ı tanımır. Onun o büyük günahlarından da büyük rahmeti var Allah'ın. Bu Allah'ın rahmetini kiçildir. Bu amanla yaşayır. Ve Allah'ı tanımamaqlığın nəticəsidir bu. Ağa, camaat. Ve şeytanın bu tilovudur, tələsidir, hədəfidir onun üçün. Ki onu arxaya salır. O barada. Zümer 53'ü niye okudum? Çünkü Allah orada dedir, ben bağışlayanım, siz namid olmayın. Bütün günahları bağışlayanım. Niye bağışlayırsan? Cevap verir ki, ben bağışlayan ve rəhimli Allah'ım. Size arz edim ki, Yusuf suresi var bizim Kur'an'da. 12. surede, 87. ayada. Muteala Allah buyurur, Allah'ın rahmetinden yalnız kafirler namid olar. Görürsünüz, Allah birbaşa deyir, kafirler namid olar. Yani beni tanıyan, beni çağıran bilsin ve eşitsin, o namid olmaz. Ben bağışlayaram. O şəxslər namid olar, onlar Allah'ı tanımır. Rahmetinden bir haberdiler. Bunun bize mesajı budur ki, yani insan gerek hiç vakit ümitsiz olmasın. Ümitsizlik imanı zayıfladar cemaat. İnsanın imanı zayıf olur, o da ümitsizlik ediyor. Hicr suresi 56. ayada Muteala Allah buyurur ki, Rabbinin rahmetinden yalnız azgınlar ümitsiz olar. Azgın, fasad ehli. Bir o yalnız ümitsiz olar. İmam Cəfər Sadiq aleyhissalam bize buyurur ki, şərik qoşmaq böyük günahdır, naumid olmak böyük günahdır, Allah'ın azabından arxayın olmak böyük günahdır. İmam da tasdik edir, bize deyir ve İmam Ali buyurur, en büyük günah elə Allah'ın bağışlanmağına senin naumid olmaktır. Görürsünüz, imamlar da bize təşviq edir ki, siz elə xəyala, elə fikrə düşməyin ki, Allah Teala bizi bağışlamaz. Eğer siz o fikre düşürsünüzsə, bu elə böyük günah sayıla bilər siz üçün. Allah beni bağışlamaz. Yani deyir, bundan çəkinin. Eğer elə yaşasınız, Allah beni bağışlamaz diyen insan, yani günahkar insan, tövbəni öldürür ay zaman. Tövbə eləməyə getmir. İnsanı daimi günah etməkdə məşğul edir. O amal, o istek. Şeytanın qapısını her an onun üzünə açır. İnsan hem korkusu olmalıdır Allah'tan. İmam Muhammed Bağır deyir aleyhisselam. Hem de ümidi olmalıdır. Korku olmalıdır. Bu cür ki benim günahımın bir gün hesabatı olacak. Ümid budur ki Allah'ın rahmeti büyüktür. Geçsem beni bağışlayacak. Size kurban. Niye bu namüd ikinci günah, büyük günah sayılır ve tehlikelidir? Çünkü tövbe etmir insan. Günahı devam edir, bağışlamamayacağı, beni Allah bağışlamayacak diye o amalını daimi yaşadır özünde. O Allah'ın Er-Rahman sıfatını, o Allah Teala'nın El-Tavvab sıfatını, El-Gafur, Er-Rahim, Allah'ın 99 Əsma-ül Hüsnü adları var da, elə bir dədəbaba dinlən desək, 1000 adı var, yok 1001 adı. 1000 ad rəhim adlarıdır, bir ad qəzzəbdir. 1000 yığışır, o biri udur. Yani Allah'ın halim sıfatları, rahim sıfatları, lütufkarlığı, bəndəsinə sevgisi vesaire sebep edir bu sıfatlar cəm olur çoxluq, bir dənə El-Qahhar, qəzzəb sıfatını boğur. Onu ilə Allah bağışlayandır. Allah görürsən, bəndə 40 yıl günah rəvac verir, tez ona cəza vermir, tələsmir, gözləyir. Sadə dinlə deyim, rahim sıfatı, halim sıfat qəzzəbi öldürür. Qalib gəlir qəzzəbə. Mən fikrimi çatdıra bildim. Ona görə insan ki o cür düşüncə ilə yaşayır, tövbə etmir, günahı davam edir və bağışlamayacaq Allah məni deyir, onun Allahın o sıfatlarından xəbəri yox. O bilsə ki Allahda bu rəhmət var, o heç vaxt namid olmaz.
Naümid olmak, Allah Əsma-ül Hüsna adlarını inkar etmek demektir.